Salam, hər vaxtınız xeyir, hörmətli dinləyicilər. Almanya prezidenti Bakıdadır və səfər çərçivəsində o prezident İlham Əliyevlə görüşüb və təbii ki, bizi maraqlandıran əsas məsələlərdən biri də onun Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində Almaniyanın mövqeyi ilə bağlı açıqlamalarıdır. Biz bugün bu barədə danışacağıq, amma diqqət mərkəzimizdə həm də Amerika-İran gərginliyi də olacaq və biz dünən Prezident İlham Əliyevin qəbulunda olan İran prezidentinin siyasi məsələlər üzrə müşavirinin Bakıya səfərini təhlil etməyə çalışacağıq. Söhbətimizə başlamazdan öncə mən qonağımızı sizə təqdim etmək istəyirəm. Bugünkü verilişimizin qonağı siyasi şərhçi Elşad Paşasoylu. Axşamınız xeyir, xoş gördük sizi. Mən istəyirdim əvvəlcə Amerika-İran gərginliyindən danışaq, sonra Almanya prezidentinin səfərini təfərrüatı ilə müzakirə edərik. İran prezidentinin siyasi məsələlər üzrə müşaviri sizcə Bakıya niyə gəlmişdi? Biz bu səfəri Amerika-İran gərginliyində və ehtimal olunan hücum planı ilə bağlı Bakının mövqeyini dəqiqləşdirmək kimi də başa düşə bilərikmi? Əslində Bakının ABŞ-İran gərginliyi ilə bağlı mövqeyi çoxdan bəllidir. Özdə Azərbaycan o dövlətlərdəndir ki, imzası ilə sözü hər zaman üst-üstə düşür. Bu mənada rəsm Bakının hər hansı bir, hətta İranla yaşanan müəyyən mərhələlərdə gərginliklər fonunda belə mövqeyində dəyişiklik olmadısa, indiki halda mən güman eləmirəm ki, bu sayədən bir Tehranda ciddi əndişə var. Əndişə olmalı. Mövqeyi ilə bağlı əslində bəlli dövlətlər var. Xüsusilə də qulağının dibində Ermənistan. Bu günlərdə Ermənistana hətta Almaniyadakı Amerika hərbi texnikasının daşınması prosesinə start verilir ki, hansısa hərbi təlimlər adı altında. Eyni zamanda Avropa İttifaqının bölgədəki məlum kəşfiyyatçı missiyası təkcə Azərbaycan və Türkiyəyə təhdid deyil, həm də İranla bağlı planın bir hissəsidir. Daha çox ona təhdid. Heç şübhəsiz ki, təsadüf deyil ki, Avropa İttifaqına rəhbərlik edən Polşanın müvəqqəti sədrliyi edən Polşanın rəhbərliyi prezidenti Arazdayan istiqamətinə səfər etmişdi və o bölgəyə onu çəkib gətirən təkcə Azərbaycanla bağlı məsələ deyildi, heç şübhəsiz ki. Və missiyanın bir hissəsi də məhz o bölgədə yerləşib və İranla bəlli sərhədlər çərçivəsində. Amma heç şübhəsiz ki, Tehran bir daha əmin olmaq istəyir Bakının mövqeyindən və hesab edir ki, zaman-zaman Azərbaycana qarşı edilən pisliklərin qarşılığında hansısa bir mövqe dəyişiklikləri ola bilər. Lakin digər məsələlərdə istisna deyil. Xüsusilə də Azərbaycan və Türkiyənin Suriya ilə bağlı üst-üstə düşən mövqeləri Tehranda ciddi narahatlıq doğurmuşdu və üstəlik son vaxtlar Türkiyə ilə yaşanan İran arasında həm də gərginliklər, bir sıra hallarda Türkiyənin təhdid edilməsi və Türkiyə ilə savaş aparan terrorçu təşkilatlara bu və ya digər formada dəstəyin verilməsi, bir sıra hallarda bu dəstəyin ifşası istiqamətində atılan addımlar. Heç şübhəsiz ki, bu da İran tərəfdən narahatlıqla izlənən bir prosesdir. Bölgədə İranın faktiki olaraq təklənməsi prosesi baş verə bilər. O mənada İran heç şübhəsiz ki, yaşanan bu gərginliklər fonunda bir daha bölgə ölkələri ilə hansısa bir formada əqrəblərini dəqiqləşdirməyə çalışır ki, hər hansı bir savaş halında vəziyyət necə ola bilər? Unutmayaq ki, İran əhalisinin yarısı həm də türklərdən ibarətdir. Yəni bu miqyasda olan əhalinin həm də üst tutduğu bir ünvan var. O da Azərbaycan dövləti, Azərbaycan Respublikası. Və İran bu məsələlərdə göz ardı eləyə bilməz və eyni zamanda bir sıra layihələr ki var, həm İranın maraqlı olduğu bir Rəşd, Astara və s. istiqaməti, eyni zamanda İranın həm də maneçilik törətdiyi
Zəngəzur dəhlizi kimi layihələr, bu da müzakirələrin predmeti olacaq heç şübhəsiz ki olub. Yaxud da İran ərazisindən keçən məlum Naxçıvana və Türkiyəyə uzanan yoldan, dəhlizdən, alternativ marşrutdan söhbət gedir ki, bu da əslində çox gecikdi. Bir sıra hallarda İranın elə Azərbaycana qarşı yaratdığı problemlər səbəbindən gecikdi. Azərbaycan çox, hətta o pandemiya dövründə xatırlayırsınızsa, bir onlayn bir şəkildə bir törəni oldu. Eyni zamanda proseslərin sürətləndirilməsi istiqamətində Bakıdan dəfələrlə çağırışlar eşidildi və s. Amma İrandan bir sıra hallarda Ermənistanın sərhəddi, hələ dəqiqləşdirilməyən sərhəddi haqqında ultimativ bir bəyanatların müşahidə oldu. Yəni bütün bunların fonunda həm də səfərin həyata keçirilməsi şübhəsiz ki mümkün idi, amma qarşıda həm də Prezident Pezeşkiyanın Azərbaycana səfəri gözlənilir və artıq Azərbaycan prezidenti ilə telefon danışığında bu səfərin reallaşacağı ilə bağlı növbəti dəfə ümid ifadə olunub. Heç şübhəsiz ki, həm də səfərin detalları, hazırlıq məqsədi daşıyırdı, amma onu da unutmuruq ki, Azərbaycana ilk ölkələrdən olmalı idi Azərbaycan ki, İran prezidenti Azərbaycana səfər etməli idi. Amma İran daxilindəki bəlli çevrilər, mühafizəkar qrup xüsusilə təsir etmə imkanları olan güc strukturları bu müddəti uzatdılar. Biz mən elə istəyirdim bu söhbətimizin davamı olaraq biz ABŞ-İran gərginliyinə də bir münasibət bildirəsiniz. Ümumiyyətlə siz bu hərbi eskalasiya riskini necə qiymətləndirirsiniz? Baxmayaraq ki, Trump hakimiyyətə gəlməzdən öncə də seçki ərəfəsində də və prezident seçiləndən sonra da dünyada sülhü bərqərar edəcəyinə dair müəyyən vədlər vermişdi. Lakin son vaxtlar İranı hədələyir. Hətta onu bombalayacağı ilə bağlı fikirlər bildirir. Sizcə hərbi eskalasiya riski nə dərəcədədir və belə olan halda İran nə cür davranacaq? Bundan əvvəl bir neçə nəbz yoxlanışları oldu. İsrail ilə İran arasında bəlli qarşılıqlı hücumlar, lokal eskalasiya, xırda miqyasda da olsa, amma bu aldadıcı da ola bilər. Çünki İran elə də o asanlıqla o sındırıla biləcək, o necə deyirlər, qozlardan deyil bir yanaşması da var. İranın hətta proksi qüvvələrə bu qədər əl-qol açıb meydan verməsi, uzun illər ərzində yaxın şərqdə sabitliyin, sakitliyin yaranmasına imkan verməməsi faktını da göz ardı eləmək olmaz. İran ən azı bu savaşın onun sərhədlərinə yaxınlaşmaması üçün 10 illərlə proksi qüvvələrə 100 milyardlar xərclədi. Yəni indiki halda da hətta gördüyümüz kimi yenə də hətta atəşkəs bir anlaşması var idi Qəzza bölgəsində. Yenə gərginlik tətiklənir, Həmas yenidən ayaqlanır. Baxmayaraq ki, Qəzza sakinləri də etirazlara qalxıb Həmasa etirazını bildirirlər ki, bu formada yəni davam etməyin artıq yeri qalmır. 50 mindən artıq insan qısa müddət ərzində həlak oldu və davam edir. Elə bu gün də növbəti bombardman şahidi olduq. Və digər bölgələrdə həmçinin və İsrail addım-addım İrana doğru yaxınlaşır. Eyni zamanda ABŞ-nin 2 təyyarə daşıyan gəmisinin də İrana doğru yan alması faktı növbəti dəfə, yəni bu gərginliyin artmasından və savaş riskindən xəbər verir. Bu da faktdır ki, Trump'ın birinci prezidentliyi dövründə məhz İranla nüvə sazişindən imtina faktı ortaya çıxmışdı və İranın bu proqramdan, bu sazişdən ayrılması faktı gərginliyə rəvac vermişdi. Ardınca da Trump'ın növbəti dəfə bu mövzuya qayıtması, hətta İranla bir qarşılıqlı bu ərəfədə bir məktublaşma da baş verdi. Amma mühafizəkar qanat xüsusilə də hərbi cinah bir mənalı şəkildə ABŞ ilə hər hansı bir masa ətrafında birbaşa dialoqu xüsusilə rədd edirlər. Bu təkliflər var ki, Omanın vasitəsilə danışıqlar dolayı şəkildə həyata keçirilsin və s. Amma bu da hələ gərginliyi azaltmır. Növbəti bir kiçik də olsa sanksiya qərarı da oldu ABŞ tərəfindən. 50 ilə yaxın davam edən bir gərginlikdən söhbət gedir. Və bir gün bu gərginliyin böyük savaşa çevrilməsi riski
yəni hər halda diqqətdən kənarda qoyulmamalıdır. Həm də o mənada ki, Rusiya-Ukrayna savaşında Rusiyanın həm də İrandan aldığı hərbi dəstək Qərbi bir daha duyuq saldı ki, İranın mövcudluğu halında bu qədər, yəni qüdrətli, ən az nə qədər sanksiyalar içərisində boğulsa belə hərbi sənayesinə yatırım qoyması və hətta ixracına önəm verməsi və silah satıcısı olan ölkə kimi önə çıxması, dronlar və s. raketlər, bütün bunlar yeri gəlmişdən Ermənistana da az dırnaqarası yardım əli uzatmadı İran, müsəlman qonşumuz. Bu Rusiyanı da yəni dizə çökməyə imkan verməyən faktordur. O mənada bir xatırlayırsa şər üçbucağı bir anlayışı da var idi, falan var. Bugünkü halda da Rusiyanın bu savaşda, bu bataqlıqda, Ukrayna bataqlığında olması halında İranın hansısa bir formada ən azı taqətdən salınması prosesinə rəvac verilə bilər. Lokal zərbələr endirilə bilər. Amma istənilən halda savaş Azərbaycanın sərhədlərində olacaqsa, bu birinci Azərbaycan dövləti üçün də həm də risklər yaradır, eyni zamanda Azərbaycanlılar üçün, Azərbaycan türkləri üçün böyük bir fəlakət ola bilər. Azərbaycan türkləri həm də ordudadır, həm də polisdədir, həm də bütün təhlükəsizlik qüvvələrindədir və eyni zamanda mülki əhalinin hədəfə alınması halında böyük fəlakətlər yaşana bilər. Qaçqın ordusu ilə yenidən ayaqda qalmağı bacarmış zəfərimizdən sonra ölkəmiz üçün risklər yarada bilər. Allah eləsin ki, bu savaş olmasın. Masa ətrafında həll olsun. Biz Almanya prezidentinin Ermənistana səfərini müzakirə edəcəyik, amma mən istərdim ki, bir məsələyə də münasibət bildirəsiz, sonra keçək ora. Bugün yenidən atəşkəs pozulub. Bəli. Müdafiə Nazirliyi məlumat verir ki, Kəlbəcər rayonunun Keşikənd rayon istiqamətindən bəli, Azərbaycan ordusunun mövqeləri atəşə tutulub. Ermənistan bir müddət öncə Nikol Paşinyan qeyd etdi ki, biz Azərbaycanla atəşkəsin pozulması hallarını araşdıracağıq, lakin hərçənd ki, bu araşdırmanın nəticələri barədə detallı məlumat yoxdur, ümumiyyətlə danışmırlar. Amma atəşkəs yenidən pozulmaqda davam edir. Sizcə Almanya prezidentinin Azərbaycana səfəri günü belə bir hadisənin baş verməsi nədən xəbər verir? Əvvəla Almanya prezidentinin elə İrəvana birinci səfər etməsinin özü hesab edirəm ki, anormallıq idi. Bu artıq tərəf məsələsi. Və qondarma keçmiş separatçı bir cinayətkar qruplaşmanın əski parçasını fonunda öz şəklində qoyub biz Instagram səhifəsində və bu səfər həyata keçirilməsi, sonradan üzrxahlığa baxmayaraq, eyni zamanda buradakı o bəyanatlara filanlar, bəlağətli sözlərə baxmayaraq hesab edirəm ki, artıq bu qatar getdi, necə deyərlər, o mövqe idi. Baxmayaraq ki, bunu kim təxribatı törətmişdi filan da, əmər halda 8 il Xarici İşlər Naziri işləmiş bir şəxsdən söhbət gedir. 2 il vitse-kansler işləmiş şəxsdən söhbət gedir və artıq 17-ci ildən bəri ölkəyə rəhbərlik edən bir şəxs və üstəlik də həm diplomatik təcrübəsi, həm də hüquq elmləri doktorundan söhbət gedir. Beynəlxalq hüquqa zidd olan bir mövqe sərgilənmişdi. Və İrəvanda görək, Ermənistan təcavüzkarlığı, İrəvanda yenidən at oynatmağa cəhd göstərən o Qarabağdan olan o separatçı cinahın nümayəndələrinin oyunbazlığı, revanşistlərin ayaqda olması və s. ilə bağlı mövqe ifadə olundu mu? Xeyr. Və sizcə o paylaşım Alman tərəfi dedi ki, bu texniki səhvdir. Sizcə doğrudan mı bu texniki səhv? Niyə bu texniki səhvlər yalnız Ermənistanın və ermənilərin xeyrinə olur? Azərbaycanın xeyrinə, yəni bu texnika işləmirmi? Dırnaq arası. Bu hesab edirəm ki, Almanya Bundestagında olan Şvabi kimiləri, necə ki, Avropa Şurasında Azərbaycana qarşı hər zaman bir tirkə baxma çalışıblar. Bu kimi adamların mövcud olmasının bariz nümunəsidir. Erməni lobbisi, erməni diasporu və s. fəaliyyəti, bunlar öz yerində. Amma bəs Almanya kimi ciddi dövlətin, ciddi prezidentindən söhbət gedir. Bu necə öz səhifəsinə baxmırmış ki? Azərbaycanda olarkən, Bakıda olarkən Azərbaycan prezidenti ilə bircə şəklini paylaşdı Instagramında, səhifəsində. Yaxşı, bunu kim paylaşdı? Bu hər halda bu öz barmaqları idi. Yaxud da kimlərsə bunun ətrafı idi, ən azı razılaşdırılır. Protokol belədir. Bəli. Hesab edirəm ki, protokol idarəsi
Birinci olaraq Cənubi Qafqaz səfərində ilk dəfə həyata keçirilən bu səfərdə Cənubi Qafqazın önəmli dövləti, lider dövləti və özünün də bugün bəyan etdiyi kimi orta yol, dəhlizlər və s. ilə bağlı, yəni çox vacib bir dövlətinə ilk olaraq səfər etməkdənsə Ermənistanı seçməyi məsləhət gördüyü kimi məhz həmin o əski parçasına və Qarabağ ermənilərinə istinadla bağlı o paylaşımı da məhz onlar məsləhət görmüşdülər. Hansı ki bugün bu istiqamətdə bir yazımız da oldu ki, bəs Almaniyanın məlum o Siemens şirkətinin bölgədə Gədəbəydə mis yataqlarında işlədiyi o dövrdə 1867-ci ildə Qarabağ erməniləri artıq tək-tək köçürülməyə başlayırdı bölgəyə. Həm də İrəvan ərazisinə, təkcə Qarabağa deyil. Üstəlik də Ermənistan adlı bir oyuncaq dövlətin hələ o zaman rüşeymləri belə yox idi. Belə olan təqdirdə necə ola bilərsən birinci Azərbaycanı qoyub Bakıya səfər etməkdənsə Ermənistana gedirsən. Həm də nəzərə Qərbi Azərbaycanda Azərbaycan bir Alman icması da yaşayır. Alman icması yaşayır və bu günə qədər də o Gədəbəydəki o məlum o tarixi körpü də var. Onların tikdiyi Göy Şəmkirdə mövcud olublar. Bu günə qədər onların gördüyü işlər, nə bilim o xatirə nələri qalıb, indiyə qədər Azərbaycan onlara istinad eləyir və burada xeyli yaşayıblar. Burada ailə qurublar. Yəni biz onlara kənar kimi baxmamışıq. Hansısa bir formada aşağılamağa çalışmamışıq. Yəni ən azı oradakı Almanlara, onların o irsindən olan şəxslərə xitab eləyib Azərbaycanın Almanlara münasibəti necə idi deyə bir yanaşması ola bilər. Hətta Alman faşizmi ilə döyüşən zaman da Azərbaycanlılar yarım milyona qədər itki verən bir respublikanın rəhbərliyi buradakı Almanlara qarşı hər hansı bir güldən ağır bir söz demədi. Yəni ayırmadı. Ermənilərlə bizim nə də ədəfətimiz vardı ki, sadəcə erməni hər zaman Azərbaycana qarşı xəyanətinin məntiqi nəticəsində baş verdi bu hadisələr və indiki halda da gəlmişkən bu gün həm də Kəlbəcərin işğal olunduğu vaxtı ilə birinci Qarabağ savaşı dövründə işğal olunduğu tarix idi və bu gün Kəlbəcər ərazisi işğala atəşə məruz qalır. Almaniyanın prezidenti bu günləri sərbəst şəkildə içəri şəhərdə olub, sonra Bakı Ağşəhərdə olub, tanış olub, Azərbaycanda sabit paytaxtla, normal yaşayan insanlarla təması və s. dövlət rəhbərliyi ilə görüşüb və bir bəyanatı da ola bilərdi ki, Azərbaycanda dolaşan ən azı Instagramda yerləşdirərdi, sonra bir balans yaratmaq üçün ki, Kəlbəcər ərazisi atəşə tutuldu. Təəssüf eləyirəm. Necə ki, sülhə çağırış eləyir, necə deyir ki, siyasi iradə göstərin, hansısa bir güzəştlər və s. çağırır. Nə güzəşt eləyəcək? Biz Ermənistanı tarixi ərazilərimizdə yaradılan o qondarma dövləti hələ sona qədər dizə çöktürmürük. Hələ mövcudluğuna göz yumuruqsa bunun özü güzəştdir. Məsələn, bilirəm ki, bu anormal bir yanaşmalar sərgiləndi və bunun məntiqi nəticəsində də Ermənistanda bu ayaqlanma davam edir. Avropa İttifaqının bölgədəki missiyasının gözlərinin qarşısında. Eşit müəllim, yəqin xatırlayırsınız, təxminən ötən ilin ərzində, ötən ilin əvvəllərində Almaniyanın vasitəçilik səyləri ilə bağlı müxtəlif yanaşmalar var idi və bu vasitəçilik səyləri bir qədər qabarıq görünməyə başlamışdı. Yəni Fransanın tutduğu o qeyri-konstruktiv mövqe qarşısında Almaniyanın vasitəçilik səyləri daha inandırıcı görünürdü. Yadımdadır. Hətta Fransanın bir Macronun qınaqları və biraz da qısqanc münasibəti var idi. Tamamilə haqlısınız. Bəs bugün vəziyyət necədir? Bugün necə görünür Almaniyanın vasitəçilik səyləri? Çox maraqlı bir ekskursiya elədiniz. Əslində işğal dönəmində Azərbaycanın və Azərbaycan ictimai rəyində də belə yanaşma var idi. Alman dəqiqliyi anlayışı vardı ən azı. Eyni zamanda biz hesab eləyirdik ki, Almaniya Türkiyəyə imkan vermirlərsə, Minsk qrupu həmsədri kimi fəaliyyət göstərsin. Almaniyanın ATƏT-in üzvü kimi burada daha ədalətli mövqeyi ola bilər və daha ədalətli arbitr rolunda çıxış edə bilər. Hər zaman etimadımız olub. Və amma bunun qarşılığında biz fərqli münasibəti gördük. Məsələn 2016-cı ilin aprel döyüşlərindən sonra o cür o təxribatdan sonra Serj Sarkisyan özünü yetirmişdi Almaniyaya, Merkelin yanına və hətta Rusiyadan şikayətlənmişdi. Azərbaycanın güya təcavüzü ilə bağlı bir sərsəmləmələr dilə gətirmişdi və s. Amma o zaman da sən Azərbaycan ərazisinin 20%-ni işğalda saxlayırsan deyə bura niyə gəlmişsən sualını verən olmamışdı. Yəni
Keçən il bir neçə dəfə bu istiqamətdə bir təşəbbüslər oldu. Eyni zamanda Almaniyada keçirilən bəlli platformalar çərçivəsində hətta bir neçə dəfə Paşinyan özü də Azərbaycan prezidenti tərəfindən nakauta salınıb elə Almaniyada keçirilən görüşlərdə. Və bütün bunlardan sonra bir ümid yaranmışdı. Amma keçən il həm də Macronla Almaniya rəhbərliyi arasında keçirilən görüşdən sonra artıq hesab edirəm ki, münasibət dəyişdi. Fransanın Almaniyada təsir imkanları artdı. Bunu biz hətta COP29 ərəfəsi də gördük və Ermənistanla bağlı münasibətlərdə Almaniyanın artıq kifayət qədər loyal münasibəti və bir mənalı şəkildə Azərbaycanın ədalətli işinə dəstək verilməsində biraz məsafə saxlanmasında da müşahidə elədik. Sanki Fransa artıq bir, necə ki bu Avropa İttifaqının Ermənistandakı missiyasında bir Fransanın xüsusi çəkisi var və bu məhz onun layihəsidir, Macronun layihəsidir. Almaniya burada yedəkdə gəlir. Eyni zamanda bəlli bir həmsə deməli bölgədə vasitəsilik və yaxud da hətta bir ümid yaranmışdı ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini Almaniyanın vasitəsiliyi ilə imzalaya bilərlər. Bütün bu son hadisələr də göstərdi ki, Almaniya bu etimadı doğrulda bilmədi və əslində təəssüf hissi keçirməliyik. Çünki elə məsələlər var ki, bu qırmızı xəttinin keçirməsinə imkan vermək olmaz. Azərbaycanın da bu günləri 21-ci əsrin bir Nürnberg prosesi keçirilir və Alman faşizminin başının əzilməsindən sonra keçirilən prosesdə hansı şəxslər müttəhimlər kürsüsünə əyləşmişdirsə, onların elə hətta onlardan cinayətlərin törədilməsinə görə çox irəlidə getmiş şəxslərin bir çoxu da məhz indiki prosesdə, Bakı prosesində mühakimə olunur. Amma İrəvanda Almaniya prezidenti erməni keşişlərini məhz həmin əsir adlandırdıqları şəxslərlə bağlı xahişlərini dinləməyə daha çox üstünlük verdi. Hesab edirəm ki, belə arbitrlik olmaz. Belə normal, əslində beynəlxalq hüquq adına bir xəcalətli bir məsələdir ki, bu kimi məsələlərə vaxt itirmək olmaz. Bu məsələləri beynəlxalq Haqa məhkəməsi cavablandırmalı idi, qərarını verməli idi və Almaniyada ən azı dünyanın keçmiş-keçili proseslərində iştirakçı olmuş, bir neçə dəfə böyük savaşlarda iştirak eləmiş və həm əzilmiş, həm zamanında əzmiş bir tərəf olaraq ən azı bir tarixdən dərs çıxarmalı idi, ədalətli olmalı idi. Ən azı Azərbaycan kimi 30 il ərzində sonuncu prosesdə hətta bir haqqı pozulmuş insan, məmləkət olaraq bizə münasibəti fərqli olmalı idi. Onu da unutmuruq ki, hətta 1918-ci ildə Almaniyanın bir yanaşması da vardı bölgə ilə bağlı. Bakı neftinə sahib olmaq, buradakı sərvətlərə sahiblənmək üçün bir rəqabət gedirdi, o indiki kimi faktiki olaraq. Və o zaman hətta nəinki Qarabağın, Naxçıvanın da Ermənistana verilməsi ideyası var idi. Buna nail ola bilmədilər. Təsadüfi deyil ki, Almaniya televiziyası məhz Almaniya prezidentinin səfəri ərəfəsində Stalinin ötən əsrdə Naxçıvanı Azərbaycanın tərkibində saxlanması, yaxud da Qarabağı Ermənistana verilməsi ilə bağlı bir cəfəngiyat erməni sponsorların və erməni rejissorların hazırladığı o dırnaqarası film adında cəfəngiyatı tirajladılar. Bu da Azərbaycanda haqlı etirazlara səbəb oldu. Yəni bir ölkənin prezidentinin səfəri ərəfəsində əgər ən azı prezidentin özünün də daxil iki böyük təxribat baş verirsə, bunun özü təsadüfi deyil. Bu yeri gəlmişkən 20-ci il 44 günlük müharibə zamanı 28 oktyabrda Azərbaycan prezidenti Almaniya telekanalına müsahibə verirdi və Alman jurnalist Qarabağ niyə bu qədər sizin üçün önəmlidir sualını vermişdi. Ona cənab prezidentin cavabı da bəllidir. Yəni bütün bunlar təsadüf ola bilərmi ki? Əlbəttə. Almaniyanın bir ərazisi işğalda olsa, Azərbaycanlı hansısa bir lap istənilən ölkədən jurnalist bu sualı verərmi həmin ölkənin rəhbərinə? Hesab edirəm ki, bütün bunlara bu gün elə cənab prezident İlham Əliyev
kifayət qədər tutarlı cavab verdi. Həm Azərbaycan Dağlıq Qarabağ adlı bir məsələnin olmadığını bəyan elədi. Bu həm də dolayısıyla diplomatik və həm də bütün etik çərçivələri gözləməklə, həm də biz qonaq gələn şəxsə qarşı təbii ki, fərqli davranmarıq. Mövqeyimizi bildirərik, qırmızı xəttimiz var. Amma eyni zamanda bütün Azərbaycan qonaqpərvər ölkədir, onu da hər kəs bilir. Amma eyni zamanda sülh üçün Ermənistanın ATƏT Minsk qrupundan imtinası və konstitusiyasına, ölkəmizə qarşı ərazi iddiasının irəli sürüldüyü, konstitusiyasının dəyişdirilməsi şərtinin olmazsa olmaza çevrildiyi barədə sözünü dedi və qapalı danışıqlarda çox güman ki, daha çox söz deyilib, mövqe ifadə olunub. Hər halda biz Almaniya prezidentinin davranışlarından da görürdük. Çox əslində acınacaqlı bir mənzərə idi ki, bu cür təxribatların müşayiəti ilə Azərbaycana gəldi və burada nə qədər adil, ədalətli bir dövlətin, liderin olduğunu şəxsən gördü. Eyni zamanda Azərbaycanla əməkdaşlığa önəm verəcəyi barədə istəyini ifadə elədi və Azərbaycanın çətin günün dostu olduğunu etiraf etdi. Rusiyanın apardığı Avropa ilə qaz savaşının qarşılığında Azərbaycanın bütün riskləri göz önünə gətirərək Almaniya və Avropa ölkələrinə, 10 Avropa ölkəsinə qazla bağlı yardım etdiyini, çətin gündə onlara dayaq olduğunu etiraf bildirdi. Hesab edirəm ki, bu özü-özünə elə böyük Azərbaycanın böyüklüyünün bir etirafı və bəyanı oldu. İşit mənim çox sağ olun. Maraqlı müsahibəyə görə sizə bir daha öz təşəkkürümüzü bildiririk. Əziz dinləyicilər, bununla da verilişimiz başa çatır. Biz sizinlə sabah yenidən eyni vaxtda və eyni məkanda görüşəcəyik. Özünüzə yaxşı baxın, sağ olun. 102.7 FM